Müasir stomatologiyanın ən inkişaf etmiş sahələrindən biri estetik stomatologiyadır. Estetik stomatologiyanın bu cür sürətlə inkişaf etməsinin səbəbi pasiyentlərin yüksək estetik tələbatıdır. Estetik stomatologiyanın ən müasir metodlarından biri digital smile design proqramıdır. Yəni təbəssümün digital olaraq tərtibatıdır. Digital smile design proqramı bizə düzəldəcəyimiz dişlərin gələcək formasını öncədən görməyə imkan verir. Və pasiyentlərimiz bizə dişlərindəki problemlərlə müraciət etdikdə, biz pasiyentləri müayinə etdikdən sonra ağız içi fotolar və portret fotoları çəkirik. Növbəti mərhələdə biz fotolar üzərində dişlərin gələcək formasını tərtib edirik və bir neçə forma tərtib etdikdən sonra pasiyentlə qarşılıqlı razılaşma əsasında 3-cü mərhələyə, yəni dişlərin 3D model üzərinə köçürülməsinə başlayırıq. Bu mərhələdə pasiyent artıq gələcək dişlərinin formasını model üzərində görür. Növbəti mərhələdə isə biz həmin model üzərindən alınan ölçülər vasitəsilə pasiyentin gələcək dişlərinin formasını ağız içinə köçürdürük. Yəni pasiyent artıq gələcək dişlərini öz ağız üzərində görür. Və bu mərhələyə qədər pasiyentin dişlərinə heç bir müdaxilə edilmir, yəni dişlər yonulmur. Və pasiyent artıq gələcək dişlərinin formasını real olaraq görür və qarşılıqlı razılaşma əsasında daimi dişlərin düzəldilməsi üçün növbəti prosedura keçirilir. Digital smile dizaynın üstünlüyü ondan ibarətdir ki, biz gələcək dişləri ilk öncədən gördüyümüz üçün səhv etmə şansımız sıfıra enir. Yəni biz pasiyentin gələcək dişlərini dizayn edib sonra işə başlayırıq və digital smile dizayn proqramını biz öz klinikamızda uğurla tətbiq edirik.